Hər vaxtınız xeyir əziz izləyicilərimiz. Allahın adıyla hər birinizi salamlayıram. Günü gündən inkişaf edən Alimlər Yurdu və Xeyriyyətçilər Yurdu olan Ləmbaran kəndindən. Bugün 1 may 2026-cı ildir. Bu yol hər kəsin yadına düşür. Ləmbaranda ilk genişlənən yol bax start buradan götürdük. Məhz bu yerində ilkin olaraq təməlli bizim xeyriyyə cəmiyyətimizin qurumçu təsisçisi Mədət əmi Abdullayev oldu. İlkin olaraq bura 5000 manat şəxsi özündən vəsait xərcləmişdi. 2500 manat da xeyriyyəçilərdən görüb yolun genişlənməsinə, müxtəlif şeylərinə vəsait xərcləmişəm. Bəs bu yerdən mən nəyə görə danışdım, onu sizlərə təqdim edəcəm. Bu yol əvvəl 3 metr yarım, 4 metr enində idi. Atam olan kişi öz məhəlləsindən 3 metr məsafədə yer verdi. Bax, burada genişlənib olur 10 metr. Keçirik növbəti çəkilişlərimizə. Həmən yoldan gəldik bura. Ləmbaranda ikinci genişlənən küçə yol bax bu yoldur. Baxın, bizim küçənin başıdır. Bu məhəllədə, bu küçədə hardasa 3 metr yarım, 4 metr genişliyində idi. Rəhmətli Əli kişinin oğlu Xeyrəddin əmi bəhrəsindən 4 metr yer verdi. Buranın da genişliyi ümumi olub 10 metr. Burada 6000'den çox ümumi vəsait xərclənib. Bunu da Obşi Ləmbaran cəmiyyətindən adı bizim televizyonumuzun, kanalımızın arka fondunda olan hemen bu yolun aksiyasına dəstək verən xeyriyyətçi insanlar tərəfindən genişlənmişdir. Burada da çox sayıda texnik işlərlə ustalarımız həmən nasıl işləmişdirlər, müəyyən işlərində kömək edib bu yolda belə genişlənmişdirlər. Keçirik növbəti hissəyə. Ləmbaran kəndində 3-cü genişlənən yolumuz bax buradır. Bu yol görürsünüz soldanı, işıq dirəyini. Bax, bu yol düz işıq dirəyinin yanındaydı. İndi inşallah işıq dirəklərini, internetin xəttini keçirəcəyik yolun sol tərəfinə. Bu yolda bax, belə genişlənəcək. Bu yol, bax, 4 metr yarım məsafədə, elə yeri var 3 metr məsafədə, elə yeri var 2 metr məsafədə genişlənir. Əvvəllər bax, bu yol buradaydı. Baxın, burada. Baxın yolun önünə. 3 metr yarım, 4 metr. Buradan gələndə yolun eni olub 10 metr. Burada indi mən əsas məqsəd və məramımı sizə açıqlayıram. Bəs niyə birinci yolla, ikinci yolun genişliyinə oradan gəldim çıxdım bura. Bax, burada genişlənəndə burada çox sayıda texnika işləyənlərimiz, ustalarımız burada işləyiblər. Dünyalarında yaşayanlar olub, hal-hazırda yaşayanlar var. Bax, buranın da məhəllə sahibi, Telman kişi, anar qardaşı. Bu qədər məsafəni, 4 metr məsafəni yer verir. Bax, bura genişlənəndə, bu hasarlar bura çəkiləndə, bura dəstək verən bizim qardaşlarımızdan birinin bugün ad günüdür. Bax, bu məqsədlə mən 1-2 yolun genişliyini çəkib və məhz gəlib bu yerdə bizim dəyərli qardaşımızın ad gününü bax, belə hörmətli və izzətli şəkildə istədiyimiz və hər kəs də bu keçmişi unudan insanlar da bilsinlər ki, bu yolun genişlikləri hasat başa gəlməyib, böyük həcmdə xərclər çəkilib. Birinci yol, ikinci yol, üçüncü yol, bax belə genişlənə Ləmbaran kəndində 19-20 yerdə yollarımız genişlənir. Bu yolun genişliyinə 5000 manat vəsait xərclənib. Bax, adı gördüyünüz professionallar və dirəkləri. Dəfələrlə biz 78 videoda adını çəkmişik. Burada çəkilişlərində 5000 manat vəsait ölçü dəyərində bura material göndərən bizim qardaşlarımız Firkusan əminin oğlu Xeyriyyətçi Sahil Kərimov və rəhmətli Ərastul əminin oğlu Zar qardaşımız. İkisi şərik olaraq birlikdə bura 5000 manatlıq material göndəriblər, professionalini və dirəklərini. Ondan sonra da bura 2500 manat torpaq daşıntısına, qubiyin alınmasına, qumun alınmasına, müxtəlif şeylərdə 2500 manat hardasa bura vəsait xərclənir. Bu yolun genişliyi hardasa 7000-7500 manat vəsait bax bura xərclənir. Qaz durvalarda 8000 manata yaxın bax bura vəsait xərclənir. Biz bugün bu işləri hamısını sayıb gəldik dayandık burada. Məhz bu xatirələri yaşayaraq və qərara gəldik ki, bizim televizyamızın fəxri üzvü Ləmbaran kənd Şəhid Abdullah Telman oğlu tam orta məktəbdə mənim 8-10 yaşında karate üzrə tələbəm olmuş. İndi də bizim dostumuz, qardaşımız. Ləmbaran kənd Xeyriyyə Cəmiyyətinin idarə heyətindən biri. Ləmbaran kəndində kifayət qədər böyük həcmdə xeyriyyə işlərinə imza atmış
Mənim oğlum Tahirin də əmisi sayılan xeyrətçi Sahil Kərimov qardaşımızın doğum günüdür. Mən Sahil Kərimov qardaşımı ayrı yerdə də durub danışa bilərdim. Başqa yerlərdə də onun doğum gününü dayanıb təbrik edə bilərdim. Məhz onun Ləmbaran kəndində 3-cü yolun genişlənmə aksiyasında burada böyük xidmətləri olduğu üçün məhz onun əl işlərinin, şəxsi zəhmətlərinin, halal qazancından vəsait ayırdığı yolun düz yanında durub Sahil qardaşımızı təbrik etmək istədim. Sahil qardaşımız 1988-ci ildə may ayının 1-də Ləmbaran kəndində anadan olub. Bu kənddə orta məktəbə gedib, idman için olaraq bu kənddə başlayıb. Sonra doğmaları ilə Bakı şəhərinə köçüb, ilkin olaraq dam örtü işində ustalıq işinə baxıb. Ondan sonra yavaş-yavaş halal zəhməti ilə dam örtü satış mərkəzini qurub. İndi də Respublikada salib seçilən xeyrətçi Ləmbaranlarımızdan biridir. Xeyrətçi Sahil Kərimov Ləmbaran kəndində bax gördüyünüz bu işə şəxsi vəsaitindən 2500 manat, rəhmətli Ərəsun Əminoğlu Zahir qardaşdan şəxsi özündən 5000 manat bura vəsait xərcladıqdan sonra hələ burada da işləyən ustalara nə qədər nahar təşkil eləmişdi. Ondan sonra Ələmli qəbirstanlığının abadlığında, Aşağıbaş qəbirstanlığının abadlığında, hər iki qəbirstanlığın yol aksiyası abadlığında, bundan sonra Ləmbaran kəndimizə nə qədər yollar genişlənəndə, həmin yollarımızın genişlənmə aksiyasında, Ləmbaran kəndində qurban kəsib az təminatlı ailələrə paylama aksiyalarında, ərzaq baxımından az təminatlı ailələrə dəstək baxımında, Ləmbaran kəndimizlə bağlı istənilən bir mövzuda, istənilən bir istiqamətdə həmişə öz halal zəhmətindən ən öndə gedən xeyrətçilərimizdən olub. Bugün də bu aksiyalara dəstək olaraq Ləmbaran kənd Aşağıbaş qəbirstanlığının yoluna da bax bir şaqman demək ki, Qrabelin, Şeybelin vəsaitinə şəxsi olaraq 220 manat vəsait ayırıb. Bundan da əlavə Aşağıbaş qəbirstanlığının bax 2 ay yarım, 3 aylıq iş aparırıq. Bundan da əlavə Sahil Kərimov qardaşımız Aşağıbaş qəbirstanlığının raşotkaların kraskalanmasında, qəbirstanlığın özündə və yolunda işçi kollektivinə nahar fasiləsinin təşkil edilməsində bizim də özümüzün Tahirlə şəxsi olaraq dəstək baxımından 650 manat da bax bu 2 ay yarım, 3 ay müddətində Aşağıbaş qəbirstanlığının daxili və xarici yolunda abadlığına dəstək verir. Bundan da əlavə Sahil Kərimov qardaşımız öz yaşadığı küçədə Ləmbaran kəndimizin girişində Təzə Məhəllə deyilən ərazidə öz yaşadığı, doğulduğu küçəni asfaltın yanından düz məhəllənin qutaracağına kimi şəxsi vəsaitindən küçənin işıqlandırılmasını, gecə insanların rahat küçədə qonaq getməsi, xeyir işlərə və yasa gedib gəlməsi üçün küçələr işıqlı olsun deyə şəxsi vəsaitindən həmən küçəni də işıqlandırıb. Bax, belə-belə Sahil Kərimov qardaşımızın Ləmbaran kəndində və hər iki xeyriyyət cəmiyyətində aktiv olaraq yurdumuza, ana ata adlandırdığımız yurdumuza çox böyük xidmətləri var və bu xidmətlər də davam edir. Biz də çalışdıq ki, kanal olaraq, televiziya olaraq və xeyriyyət cəmiyyəti olaraq bizim televiziyamızın fəxri üzvü, kanalımızın, cəmiyyətimizin fəxri üzvü və hər iki xeyriyyət cəmiyyətində, Ləmbaran kənd üçün çalışan hər iki xeyriyyət cəmiyyətində fəal iştirak edən xeyriyyətçi Sahil Kərimov qardaşımızı Ləmbaran əhalisi adından, Bərdə cəmaatı adından və bütün idmançılar, eləcə də televiziyamız adından səmimi qəlbdən təbrik edək. Allahdan Sahil qardaşımızın atasına, ailəsinə, evlatlarına, qardaşı, eləcə də bütün doğmalarla bir yerdə xoşbəxt yaşamasını, Allahdan anasına rəhmət etməsini, özünün də işlərində uğurlar əldə edib, gələcəyinin firavan yaşanmasını uca olan Allahdan arzu edirəm. Əziz dostlar, əziz izləyicilər, Sahil Kərimov qardaşımız hər an olduğu kimi bugün də inşallah bugündən sonra da öz halal qazancı ilə ana adlandırdığımız Azərbaycanımızın, ata adlandırdığımız Ləmbaran kəndimizin xidmətində olacaq və bu xidmətdə də ona uğurlar arzu edirik. Bizim videomuzun altında da Sahil Kərimov qardaşımıza təbrik yazan insanlara da təşəkkürümüzü bildiririk. Əziz dostlar, əziz izləyicilər, sizdən xahiş edirəm kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, dünyanın hər yerində olan milyardlarla insanlar bax belə bir xeyrətçilərimizi görsün, əhsən desinlər. Uca olan Allaha əmanət olun, Allah sizlərə yar olsun. Bir daha Sahil Kərimov qardaşımızı səmimi qəlbdən təbrik edirik. Əziz dostlarımız, bugün Kərimov Sahil Türküsan Əminoğlu'nun 38 yaş tam olur, 39 yaşını keçir. O 1988 ilin aprel ayının sonu, may ayının biri
Ləmbaran kəndində dünyaya gəlir. Bax, bu küçədə. Bu küçədə. Bura kəndimizin giriş istiqamətidir. Bax, bu tərəf Ləmbaran kəndimizin giriş istiqamətidir. Şanlı bayrağımız və abadlaşan yolumuz. Bu tərəfdən Şəhidlər Abidə kompleksi qarşılayır. Bütün kəndimizi xeyriyyəçi Mədət əmi Abdullayev inşaat edir. Şəhidlər Abidə kompleksi və burada da xeyriyyə cəmiyyətinin təşkil etdiyi işıqlardır. Buradan da daxil oluruq Sahil Kərimov qardaşların küçəsinə. Bax, bu küçə. Sahil Kərimov qardaş bu küçədə doğulub. Bu küçədə doğulduğu üçün, burada böyüdüyü üçün bu küçəyə hörmət əlaməti olaraq küçənin hamısını şəxsi vəsaitinə bağışlandırıb. Çəkin, operator çək zəhmət olmasa, bu küçənin hamısı Sahil Kərimov qardaşın şəxsi vəsaiti ilə həyata keçmiş işıqlardır. Gedə küçələri işıqlandırır. Qadın, kişi, uşaq, böyük fərq etməz. Gedə bax, özü tək istədiyi yerə, qohumuna, doğmasına qonaq gedə bilər. Heç bir təhlükə hiss etmədən, rahatlıqla. Baxın, görün nə gözəldir. İşıqlar küçələrə xüsusi gözəllik verir. Düz bu küçə boyu, düz başa çatana kimi xeyriyyətçi Sahil Kərimov qardaşın həyata keçirdiyi işlərdir. Sağdakı o qırmızı evdə, bax, Sahil Kərimov qardaş doğulub, böyüyüb, boya başa çatıb. Allah anasına rəhmət eləsin, atasının canı sağ eləsin. Ailəliklə, evladlıqla firavan yaşasın. Bax, bu küçənin hamısı Sahil Kərimov tərəfindən şəxsi xeyriyyə olaraq bax, bu işlərin hamısını Sahil Kərimov qardaşımız həyata keçirdi. Allah razı olsun. Canı sağ olsun. Bu evdə doğulub, bax, değerli qardaşımız. Doğum günü mübarək əziz qardaşım. Sağlam yaşa, firavan yaşa, xoşbaxt yaşa. Burada sən doğulmusan, bu boya başa çatmısan. İndi də kəndimizin değerli xeyriyyətçilər sırasında özünə məxsus yerim var. Həmişə doğulduğun ana yurda öz dəstəyini göstərdirsən. Allah səni var eləsin. İnşallah qocalığa doğru, gələcəyə doğru firavançılıqla, xoşbəxtçiliklə tutduğun şərəfi yolda sənə uğurlar arzu edirəm. Allah səni var eləsin. Ad günü mübarək olsun, değerli qardaşımız. Sənin başında da bizim müəllimimiz olub, el ağsaqqalı xeyriyyəçi Mədət əmi Abdullayevin atasının adına Ehsan bulağıdır. 1993-cü ildə bax, inşaat edilib. Mədət müəllimin ilk əl işidir, ilk xeyriyyə işidir kəndimizdə. Sahil Kərimov gelin küçəsinin başında yerləşir, bax, bu bulaq. 3 kilometr məsafədən yerin altı ilə turba ilə Mədət müəllim çəkib gətirib, bax, bura xeyriyyə olaraq. Kəndimiz maşallah günü-gündən nurlanır. Gələcəyin qəsəbəsinə doğru inkişaf edir. Tarix yadan sərkərdə, Qarabağ Azərbaycandır. Bu Şəhidlər Abidə kompleksi də Azərbaycan şöhrətli xeyriyyətçimiz Mədət əmi Abdullayev tərəfindən həyata keçib. Bax, bu Şəhidlər Abidə kompleksini inşa etdirən bizim dəyərli ağsaqqal cəmiyyətimizin qurucusu, xeyriyyə cəmiyyətimizin qurucusu xeyriyyətçi Mədət əmi Abdullayev başda olmaqla bütün xeyriyyətçilər adından dəyərli qardaşımız Sahil Kərimovu doğum günü münasibəti ilə təbrik edir. Yerin yaşın düşərli olsun, sağlam yaşa, xoşbəxt yaşa. Allah səni var eləsin əziz qardaş. Həmişə xoşbəxt yaşa. Tutduğun şərəfli yolda sənə uğurlar arzu edirik. Baxın, əzəmətli parka baxın. Görün, kəndimizə, elimizə, obamıza, yurdumuza necə də gözəllik bəxş edir. Vətənimizin azadlığı uğruna canını fəda edən şəhidlərimiz. Ruhları şad olsun. Hə, əziz qardaş, biz də üzərimizə düşəni kanal rəhbəri olaraq və dostun olaraq qərara gəldik ki, səni doğum günü münasibəti ilə bir daha təbrik edik. Allah sənə firavanlıq bəxş eləsin. Evlatlarının parlaq gələcəyi olsun, Azərbaycanın bayrağını yüksəldən evlatlar olsun. Oğlum Tahirin əmisi Sahil Kərimov və kanalımızın da fəxr özü Sahil Kərimov. Doğum günü mübarək olsun. Əziz dostlar, əziz izləyicilərimiz, kanalımıza abunə olun. Şərh yazın, like edin və paylaşın ki, dünyanın hər yerində olan milyardlarla insanlar siz Ləmbaran və Ləmbaralıları görüb əhsən etsinlər. Buzu olan Allaha əmanət olun. Növbəti çəkilişlərdə görüşənə qədər. Doğum günü mübarək, xeyriyyəçi Sahil Kərimov qardaşımız. Hə, dəyərli mənim əmim.
Sahil əmi, sənin də ad gününü təbrik edirəm. Sahil əmimlə nəinki ən çox istədiyim əmilərimdən biri, həm də mənim dostumdur. Nə ürəyim istədi, nə lazım oldu deyə biləcəyim bir əvəz olunmaz əmilərimdən biridir. Allah da onu həmişə var eləsin, sağ olsun. Mənim ən xoşladığım sözlərdən biri də yaxşı var. Yaxşı varsınız hamınız, əziz əmilər, arxamızda ayaqlarımız. Hər vaxtınız xeyir əziz izləyicilərimiz, xoş gördük hər birinizi. Gününüz xeyirli uğurlu olsun. Allah Teala bu səhəri, bu günü, may ayının ilkin başlanğıc gününü, 1 mayı bütün xalqımıza, elimizə, obamıza xeyirli və düşərli eləsin. Allahın salamı üzərinizə olsun. Bugün 1 may 2026-cı ildə səhər tezləndən də sübhü, saat 9-da işləyib, şarmanımız gəlir. Günü-gündən inkişaf edən yurt adlandırdığımız vətəndə Allahın salamı hər kəsin üzərində olsun. Bütün Azərbaycanların, Ləmməranların, Bərdərlərin, Azərbaycan xalqının üzərində olsun. Allah sizə can sağlığı versin. Kəndin girişindən düz aşağı Təzə məhəllə kimi, kəndin bütün 4 bir güşəsi, 4 bir istiqaməti, magistral yol, daxili yollar, həm kənd rəhbərliyi tərəfindən, həm xeyriyyətçilər tərəfindən abadlaşır, küçələrimiz işıqlanır, elimiz, obamız, yurdumuz abadlaşır, cənnət məkanına çevrilir. Allah dəstək verənlərdən razı olsun. Bugün də, bax, demək, bir aydan sonra Aşağı Baş Qəbirstanlığının Rəşidqalan kraskalanmasından başlayaraq düz magistral yol, Çınarın yanına dəyənə kimi yolun sağı solu kolluqdan, xoşa gəlməz bərbad bir vəziyyətdən təmizlənir. Elimiz, obamız yolu, Qəbirstanlıq yolu, əkin-biçin yolu gözəlləşir. İndi də haradasa 4 gün müddətdir ki, yollarımızı qrabilləmək və şeybirləmək aksiyasına start vermişik. Rusiyadan 22 şaqman qrabil şeybir təşkil olub bizim televiziyamızın Rusiyanın Kareli şəhərində olan təmsilçisi Xeyriyyəsi Buqar Süleymanov qardaşımız Rusiyada yaşayan Ləmməranlardan vəsait toplayıb göndərir. 22 şaqman yollara qrabil şeybir verilir. 9 şaqmanda məndə yığılan vəsaitlə bax, yollarımıza qrabil şeybir verilir. Bugün də 1 may 2026-cı ildir. Gördüğünüz şaqman hal-hazırda gəlir. Bu şaqmanda 1988-ci ildə may ayının 1-də Bərdənin Ləmməran kəndi Anadolu olan bu kətdə doğulub, orta məktəbə burada gedir. Uşaq vaxtı da mənim Ləmməran kəndi Şəhid Abdullah Termanoğullarından tam orta məktəbdə karatə üzrə tələbəm olub. Sonra böyüyüb ailəli, evlatlı, ata-analı Bakı şəhərinə köçüblər. Orada yaşayıb yaxşı iş adamıdır, xeyriyyətçidir. Sahil Kərimov qardaşımızın doğum günüdür 1 may. Bu 1 mayda ilkin olarak bu yola bugün ad günü olan, doğum günü olan Xeyriyyətçi Sahil Kərimov qardaşımızın adından bax, bir şaqmanı təşkil edirik. Allah razı olsun. Allah mənəvəzin versin, Allah xeyir versin. Bu 220 manat vəsaiti də Xeyriyyətçi Sahil Kərimov qardaşımızın adından Bismillah deyib, Allah xeyir versin deyib, ilkin olarak startımıza veririk. Allah xeyir versin, Allah uğur bəxş eləsin, Allah can sağlığı versin. Xeyriyyətçi Sahil Kərimov qardaşımız 220 manat. Sahil, Allah qazancına bərəkət versin qardaş. Allah səni uzun eləsin. Bu 220 manatı Bismillah günümüzün ilkin təməl olaraq, ilkin xeyir duası olaraq sənin doğum günündə bax, təqdim edirik şaqmana. Bax, bu bir şaqman sənin adındandır. Ləmməran cəmaatı adından, dünyasını dəyişmiş mərhumların həyatda yaşayanlara adından Sahil Kərimov qardaş, sana təşəkkür edirik. Sənin Ləmməran cəmaatı adından doğum gününü təbrik edirik. Sağlam yaşa, xoşbaxt yaşa, firavan yaşa. Bax, Aşağı Baş Qəbirstanlığının Rəşidqalar demək, kraskalanıb bura gələnə kimi Sahil Kərimov qardaşımız 900 manata yaxın bu yollara vəsait xərcləyir. Allah razı olsun. Sizə xoş gəlib, səfa gətirmisiniz. Bismillah, bəli. Sağ olsun Xeyriyyətçi Sahil Kərimov qardaşımız. Allah qazancına bərəkət versin. Doğum günü mübarək olsun. Əziz izləyicilərimiz, əziz dostlarımız, əziz millətim. Sahil Kərimov qardaşım təşkil etdiyi bir şaqman 220 manatlı bir şaqman. Bax, bura kimi yazılmışdır, baxın. Bu da ara belə qaldığına baxmayın. İndi kon gələnə kimi ara məsələ saxlamışam ki,
Yəni körpünün üstündən kon keçə bilsin. Oraları olsa çox boşaltmışıq. Çox boşaltmışıq. Hə, bu hardasa yayılanda gəlib elə bura çıxacaq. Həm də bir neçə nəfər çökəklər var deyin. Bax bu çökəklər. Çökəklər də indi kon gəlir. Buranı dolduracaq. Ona görə də ara məsafəsini burada belə saxlamışıq. Salih, sənin ad gününü bir daha təbrik edirəm əziz qardaş. Sağlam yaşa, xoşbəxt yaşa. Allah anana rəhmət eləsin, atana şəfa versin, ailəli, evlatlı, doğmalı, bütün nəsilli, köhlü firavan yaşa. Sizin doğum gününüzdə dünən çəkdiyim kadrların tərkibində Ləmbəran kəndində gördüyünüz, bildiyim, əlimdə olan məlumatın 99-100%-ın hamısını danışmışım. İnşallah ki, bu çəkilişi də həmən videonun tərkibinə yerləşdirib, bugün günorta radələrində inşallah efirə, kanalımıza və bütün 7 ədəd sosial şəbəkəmizin hamısında yayım edəcəyik. Sənin bir daha doğum günü münasibəti ilə təbrik edirik. Kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın. Paylaşın ki, dünyanın hər yerində olan bütün insanlar görüb əhsən desinlər. Qardaş, sizə də yaxşı yol. Gedin, yükləri yığın, inşallah gəlin. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV, Baxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.